Murad bəy, Donald Trump'ın açıqlaması var. Lazım gələrsə hərbi güc də tətbiq eləyə bilərik deyib və istəyərdim ki, həmin açıqlamanı onun öz dilindən eşidək, daha sonra sizinlə müzakirəmizə start verəcəyik. İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun bir prosesin yalnız başlanğıcı olacaq. Çox az vaxtımız var. Onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Mən çox şey istəmirəm. Onların nüvə silahı ola bilməz. Bəli, onların nüvə silahı ola bilməz deyir. Donald Trump yeganə və bir növ əsas şərti kimi bunu irəli sürür. Ancaq İran da əslində bu mövqeyindən geri çəkiləcəkmiş kimi görünmür. Bir qədrdədir gərginlik. Əslində Donald Trump'ın da bu açıqlamasını, bu mesajını İran necə qəbul edir? Bu mesajı biz bundan əvvəl başqa bir dövlət başçısından da eşitmişik. Ümumiyyətlə, başqa bir dövlətdən də dəfələrlə bunu eşitmişik. Bu dövlətin adı İsraildir. İsrail rəhbəri daim olaraq hər zaman bəyan edib ki, İranın nüvə silahının əldə olunmasına onlar imkan verməyəcəklər. Və Donald Trump'ın ümumiyyətlə respublikaçıların prezident seçkilərində iştirakında, prezident seçkilərində qələbə çalmasında ən böyük rollardan biri İsrail diasporasının olub, İsrail lobby təşkilatlarının olub və nəticə etibarilə bu günlərdə Trump demək olar ki, İsrailin maraqlarını həyata keçirmək üçün bu cür bəyanatları səsləndirilir. Amerika-İran münasibətlərin tarixçəsinə baxsaq, biz görək ki, həddindən artıq dəfələrlə bu çox təzadlı olub, aqressiv olub, vaxtilə dövlət çevrilişləri olub, şaxın hakimiyyətə bərpa eləməsi Amerika xüsusi xidmət orqanlarının rolu olub. Ondan sonra İranda növbəti inqilab baş verəndən sonra Amerika Birləşmiş Ştatlarının səfirliyinə hücum olunub və Amerika Birləşmiş Ştatlarının diplomatlarını, 200-ə yaxın diplomatlarını, əgər səhv eləmirəmsə 2 ilə yaxın girov saxlanması və s. Amma müəyyən dövrlərdə demokratlar hakimiyyətdə olanda müəyyən yumşaqlıqlar olurdu və nüvə proqramına gələndə bilirsiniz ki, demokratlar dövründə də, Obama dövründə hətta saziş də imzalanmışdı İranla buna bağlı. Amma Donald Trump'ın ilk prezidentlik dövründə həmən o sazişdən imtina olunmuşdu. Bu günləri bu məsələləri səsləndirilməsi, siz də verilişdən əvvəl dediyiniz kimi danışıqlar ərəfəsində hesab edirəm ki, bu cür ritorika, bu danışıqlar nəticəsində Amerikanın mövqeyini gücləndirmək üçün səslənilən bir fikirlərdir. Eyni zamanda demək olar ki, Amerika Birləşmiş Ştatları hərbi gücünün də regiona toplaşmasını, bilirsiniz ki, Hind okeanında yerləşən Amerika Birləşmiş Ştatlarının hərbi hava qüvvələri bazasına 6-ya yaxın B-2 strateji bombardmanların yerləşdirilməsi və o nə deməkdir? Yəni, həmin o strateji bombardmanlar məhz Amerikaya məxsus olan dərin bunkerləri, yəni dağların içində olan xüsusi qurğuların partlatması üçün nəzərdə tutan bombalar daşıya bilən təyyarələrdir. Və İranın nüvə proqramı, raket proqramı əksəriyyəti yerin altında yerləşib və bu baxımdan o cümlədən də Amerikanın hərbi hava qüvvələrini daşıyan gəmiləri də regiona gətirilməsi, bunlar hamısı məhz bu danışıqlar ərəfəsində olan təzyiqin elementləridir. Murad bəy, aprelin 12-sində Omanda keçiriləcək bu görüş Birləşmiş Ştatlarla İran arasında vasitəçisiz görüş olmalıdır deyirdi Birləşmiş Ştatlar. İran isə deyirdi ki, biz birbaşa danışıqlara getməyəcəyik. İndi bu görüşlə bağlı müəyyən fikirlər səsləndirilir. Əslində, hər iki tərəf öz istədiyi kimi bu məsələni şərh edir. Birləşmiş Ştatların fikrincə bu görüş əslində birbaşa görüş sayılmalıdır. İranın fikrincə vasitəçili görüş sayılmalıdır. Düzdür, Omanda keçirilir, amma sizin fikrinizcə bu görüş hansı tərəfin mövqeyinə uyğundur? Vasitəçili görüşdür, yoxsa birbaşa dialoq deməkdir? Bilirsiniz, biz bu günləri beynəlxalq siyasətdə o qədər dövlət başçılarından maraqlı, qeyri-adi ritorikalar eşidirik ki, bugünkü məsələ, siz toxunduğunuz məqam isə, burada mən hər hansı bir təcrübəli bir şey görmürəm. Bunun fərqi nədir? Əgər birbaşa olsa, ya yaxud vasitəçi vasitəsində olsa. Bizim üçün heç bir fərqi yoxdur əslində. Amma İran tərəfi bunu bir
mövqe kimi özündə tutub bildirir ki, vaxtilə ilk Amerika Birləşmiş Ştatları ilə sazişi Amerika tərəfi pozduğuna görə biz onlarla birbaşa danışığa çıxmaq istəmirik. Amma Amerika tərəfi hətta bu yaxında əgər səsləndirilmişdi də biz artıq birbaşa olaraq danışıqlar da aparırıq, belə bir fikir də söylənmişdi. Amma bu fikirlərə hansısa bir əsas vermək olmur, ona görə ki, tam sabahsı günü biz ona əks fikirləri də eşidirik. Bu baxımdan mən hesab edirəm ki, bu ilkin görüşdür və burada əlbəttə ki, Amerika Birləşmiş Ştatları İsrailin təsiri altında əlindən gələni eləyəcək ki, bu İranın nüvə proqramına yayındırsın və nəzərə almaq lazımdır ki, İran nüvə silahını əldə eləsə, bu bir çox regionda olan dövlətlərə nüvə silahını əldə eləməsi üçün yol açacaq. Bu həm Türkiyə olacaq, Saudi Ərəbistan olacaq, biz başqa regionu götürsək, Cənubi Koreya ola bilər, Yaponiya ola bilər və s. Bu baxımdan Amerika Birləşmiş Ştatları əlbəttə ki, çalışacaq bunun qarşısını alsın. Amma İran da başa düşür ki, onun mövcud rejimini saxlaması üçün, özünü müxtəlif təzyiqlərdən qorunması üçün yeganə yol kimi məhz nüvə silahının əldə olunması prosesini görür. Bu baxımdan tərəflərin mövqeləri həddindən artıq fərqlidir. Ümumi bir ortaq mövqe tapmaq hələ ki, qısa bir müddətdə çox çətin olacaq. Murad bəy, ortaq mövqe tapmaq çətindir, amma tərəflər ən azı görüşmək üçün ilkin addımı atıblar. Görüş qabağı da deyildiyi kimi fikirlər fərqli şəkildə şərh olunur. Bu da bir növ onu nümayiş etdirir ki, böyük ehtimalla görüşdə də ortaq məxrəcə gəlinməyəcək, amma təşəbbüs var ən azından. Bu təşəbbüsün olmadığı zamanlar da olub. İran da öz nüvə silahı əldə etmək mövqeyindən geri çəkiləcəkmiş kimi görünmür. Birləşmiş Ştatlar da sərt formada deyir ki, biz onları gah deyir məhv eləyəcək, gah deyir ki, nüvə silahını heç bir halda əldə eləyə bilməzlər. Ekspertlər bu müharibə ehtimalı ilə bağlı fərqli şərhlər verirlər. Bir çoxu bu qənaətdədir ki, Birləşmiş Ştatlar heç bir halda İranla açıq müharibəyə getməyəcək. Onsuz da proksi qüvvələrlə bu müharibələrin biraz da şiddətləndiyini görürük. Sizin fikrinizcə birbaşa müharibə ehtimalı varmı? Yoxdursa əgər, o zaman bu proksi qüvvələrin əli ilə olan müharibələrdə hansı tendensiya yaşanacaq? Bilirsiniz, biz mətbuatda çox eşidirik müharibə sözünü, amma müharibə deyəndə biz gərək bu termini müəyyənləşdiririk. Müharibə deyəndə biz nəyi nəzərdə tuturuq? Əgər söhbət gedirsə Amerika Birləşmiş Ştatlarının kütləvi şəkildə quru qoşunlarla, İranla müharibəsindən, bu mümkün olan bir şey deyil. Amma mövcud vəziyyəti nəzərə alaraq mən hesab edirəm ki, son anda Amerika Birləşmiş Ştatları İsraillə birgə İranın nüvə obyektlərini, İranın hərbi raket proqramına olan aid obyektləri, bax bu cür nöqtələrə havadan hücumlar eləyə bilər. Bundan əvvəl də məsələn İsrail tərəfindən də belə bu cür hadisələr həyata keçirilmişdi. Trumpın dövründə də İranın bəzi liderlərinin məhv olunmasına göstərişlər verilmişdi və həyata keçirilmişdi Süleymanın vaxtında və s. Bu baxımdan bu cür deməli prosesin olmasını mən mümkün sayıram. Amma bir şey də deyək ki, Trump öz mövqeyini bildirəndə demişdi ki, biz sentyabra qədər İrana vaxt veririk. Yəni, əgər bunu həqiqət kimi qəbul eləmək olarsa, deməli, sentyabra qədər hansısa bir danışıqlar prosesi gedəcək və deadline kimi sentyabr ayı nəzərdə tutulur. Ondan sonra qəti qərarlar qəbul olunacaq. Amma mən düşünürəm ki, İsrail tərəfi nəyin bahasına olsun, Amerikan bu məsələ cəlb eləyə bilsə də, bilməsə də bu zərbələri endirəcək. Ona görə ki, İsrail üçün bu ölüm-dirim məsələsidir. Murad bəy, bir də biz bilirik ki, Birləşmiş Ştatların yaxın şərq üzrə nümayəndəsinin də Tehrana gedə biləcəyi ilə bağlı xəbərlər yayımlanıb. Washington Post nəşri, yəni Birləşmiş Ştatlar mətbuatı bu barədə yazır və 12-sindən sonra proseslərin icra olunacağı ilə bağlı ehtimallar var. Bəlli məsələdir ki, aprelin 12-sində həlledici görüş olacaq. Hətta nəticələr əldə olunmasa da danışıqların aparılması ilə bağlı bir ortaq məxrəcə gəlinə bilər. Yaxın şərq üzrə Birləşmiş Ştatların Tehrana gələcəyi ilə bağlı xəbərlər fonunda yaxın şərqdəki proseslərdə də bir durğunluq dönəmi görəcəkmi, yoxsa şiddətlənmə davam eləyəcək? Bilirsiniz, biz bu günləri bu danışıqları qeyd ediriksə, amma onu da qeyd eləmək lazımdır ki, bundan əvvəlki dövrdə də
açıq da olmasa da, birbaşa olmasa da Amerika Birləşmiş Ştatları İranla danışıqlar aparırdı. Biden dövründə də bu danışıqlar gedirdi. Amma bunlar birbaşa deyirlər. Bilirsiniz ki, Biden dövrü mövcud idi 5+1 formatı. Bura Rusiya daxil idi, Fransa, İngiltərə, həm də Çin və plus bir deyəndə Amerika Birləşmiş Ştatları bundan fərqli dayanırdı. Və danışıqları məhz Amerika ilə İranın arasında bu 5 dövlətin vasitəçiliyi ilə həyata keçirilirdi. Yəni bu proseslər gedirdi. Amma yaxın şərqdə vəziyyət doğrudan da çox acınacaqlıdır. Biz nəzərə alsaq ki, Husitlərin bugünkü Qırmızı dənizdə yaratdığı problemlər bu həddindən artıq ciddi ümumi ticarət yük daşımasına təsir göstərir. Suez kanalı vasitəsilə gedən gəmilərə. Bu baxımdan Amerika Birləşmiş Ştatları, Böyük Britaniyanın bir yerdə biz görürük ki, artıq onlar Yemendə ciddi hərbi əməliyyatlar da həyata keçirdir. Mən hesab edirəm ki, qısa bir müddətdə yox, amma bu danışıqlar hansı bir nəticə verməsə və çox güman ki, verməyəcək, söhbət nüvə silahının dayandırılmasından gedirsə, İran buna getməyəcək. Amma bir şey də var ki, İranın iqtisadi vəziyyəti də yaxşı deyil. Amerika Birləşmiş Ştatları artıq səsləndirilib ki, mümkün qədər İranın neftini satmağa problemlər yaradılacaq, müxtəlif sanksiyalar tətbiq olunacaq və İranın maliyyə imkanları məhdudlaşanda, məsələn, xüsusilə dəstəyi də zəiflədə bilər, nüvə proqramını məhdudlaşdıra bilər və s. və daxildə də ciddi problemlərlə rastlaşa bilər. Biz bilirik ki, son dövrdə realın inflyasiyası həddindən artıq artıb. Bu da daxildə onsuz da ağır olan vəziyyətdə hökumətə ciddi təzyiq edəcək. Ona görə hökumət müxtəlif yollarla manevr eləyəcək. Murad bəy, yeni bir xəbər də var. İstanbulda Rusiya Birləşmiş Ştatlar danışıqlarının ikinci raundu artıq başlayıb. Düzdür, biz daha çox İran Birləşmiş Ştatlar münasibətlərindən danışırıq, amma bu yeni xəbər üzərindən də istəyərdim ki, müzakirə edək. Dünyada baş verən proseslərə diqqət yetiririksə, öncəki saatımızda biz bu görüşün başlayacağı ilə bağlı məlumatları ekspertlərin köməyi ilə şərh eləmişdik. Artıq normallaşma üzrə həm diplomatik əlaqələrin bərpası, həm də münasibətlərin daha yaxşı müstəviyə gətirilməsi üçün Birləşmiş Ştatlar və Rusiya arasında keçirilən ikinci görüşdür bu. Bu dəqiqələrdə tərəflər müzakirə aparırlar. Birinci görüş çərçivəsində müəyyən irəliləyişlər əldə olunsa da gözə görünən bir irəliləyiş yox idi. Bu dəfə nələr danışıla bilər? Elə bu dəqiqələrdə Birləşmiş Ştatlar və Rusiya nümayəndələri nəyi müzakirəyə çıxaracaqlar sizcə daha çox? İlkin olaraq mən sizə deyim ki, Biden administrasiyası dövründə Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında tam diplomatik münasibətlər dayandırılmışdı və ilkin Rusiya-Amerika Birləşmiş Ştatları görüşü məhz bu diplomatik münasibətlərin, səfirlərin fəaliyyətini bərpası, genişlənməsi və s. məsələlər müzakirə edir. Bilirsiniz ki, məsələn, Amerika Birləşmiş Ştatlarında Rusiya hökumətinin səfirlik vasitəsilə müxtəlif mülkiyyətləri var idi. O mülkiyyətlərə Amerika Birləşmiş Ştatlarının tərəfindən qadağalar qoyulmuşdu istifadəsinə və s. Bu günləri Rusiya Xarici İşlər Naziri həmən o mülkiyyətlərdən istifadə olunmasını bərpa eləmək istəyir. Amerika Birləşmiş Ştatları ilə Rusiyanın arasında diplomatların fəaliyyətini genişləndirmək istəyir ki, heç olmasa bir dənə bir fəaliyyət göstərən bir xətt olsun ki, o xətt vasitəsilə müxtəlif arada olan ciddi problemləri müzakirə heç olmasa eləmək üçün bir imkan yaransın. Mən hesab edirəm ki, məhz ikinci görüşdə məhz bu məsələlər ətrafında gedəcək. Dünyanın yenidən bölüşdürülməsindən danışılır Murad bəy. Hər zaman deyilir ki, dünya gücləri bu dəfə yeni masada planlar qoyurlar. Masada artıq fərqli planlar var. Əvvəlki planlardan biraz dəyişik planlar çizilir və Birləşmiş Ştatlarla Rusiyanın müəyyən məqamlarda dil tapma ehtimalı sualları biraz da artırır. Dünya bundan sonra necə görünəcək, hansı məcraya gələcək və Birləşmiş Ştatlar, Rusiya davamlı şəkildə bir-birinə rəqib olubsa, indi birdən-birə Birləşmiş Ştatların birdən-birə deyə bilmərik, amma daha çox Çinə yönəlməsi, hətta 125% tariflər tətbiq etməsi fonunda dünya düzənində nələr dəyişəcək? Bu barədə də biraz Dünya danışaq. düzənində daima olaraq bu dəyişikliklər baş verir. Vaxtaşırı olaraq bunlar ciddi olur. İnsanlar bunları görürlər. Vaxtaşırı
günləri bu gizli şəkildə həyata keçirilir. Amma bu günləri biz görürük ki, Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası həddindən artıq ciddi, belə deyək, tali, yüklü qərarlar qəbul edir, təsir edici qərarlar qəbul edir. Siz Çinə toxundunuz. Çin doğrudan da Amerika Birləşmiş Ştatları üçün gələcəkdə dünyada hegemonluq eləmək üçün əsas rəqiblərdən, perspektiv, potensiallı rəqiblərdən biri sayılır. Çinin bir gün iqtisadiyyatı dünyada ikinci yer tutur. Bu baxımdan Amerika Birləşmiş Ştatları gizlətmir ki, onların bütün imkanları, gücləri məhz bu istiqamətdə. Murad bəy, çox üzr istəyirəm. Hazırda İstanbulda Birləşmiş Ştatlar və Rusiya danışıqları ilə bağlı proses icra olunur dedik və kadr var, yeni görüntü var. Həmin o görüntünü təqdim etmişik. Nümayəndə heyətləri əraziyə yaxınlaşırlar. İstanbulda belə bir görüş keçirilir. İstanbul bu görüşə ev sahibliyi edir. İkinci raundla bağlı görüntülərdə. Buyurun, fikirlərinizi davam etdirin. Bəli, Çinlə bağlı. Ona görə Amerika Birləşmiş Ştatları bu günləri bütün imkanlarını sərf eləyir. Məhz Çinin iqtisadi inkişafının qarşısını almaqdır və s. Bu baxımdan Rusiyanın bu prosesdə iştirakını deyirsiniz. Rusiyanın əvvəllər olduğu, yəni Sovet dövrü olan SSR-in potensialı artıq yoxdur və Ukrayna müharibəsindən sonra Rusiyanın özünün də hərbi siyasi potensialı tükənib. Bu baxımdan Rusiyanın dünyanın bölünməsi prosesində əvvəlki kimi aktiv iştirakının perspektivlərini mən görmürəm. Bir gün siz toxundunuz iqtisadi sanksiyalarla bağlı Çinə tətbiq olunan. Bunlar da mən təzyiq mexanizmi kimi görürəm. Bilirsiniz, bundan əvvəl də bir çox ölkələrə tətbiq eləmişdi, amma dünənləri donduruldu bunun 90 günə. O göstərir ki, bu çox ağır nəticələr məhz Amerika Birləşmiş Ştatlarının özünə gətirdi. İndi Çinlə bağlı. Bu günləri elan ediblər ki, Çinə qarşı 104% bu tariflər tətbiq olunub. Hesab edin ki, Amerika Birləşmiş Ştatlarında yaşayan Amerikanlar aldığı iPhone-ların 80%-i istehsal olur Çində. Hesab edin ki, $1000 aldığı iPhone-u indi Amerikanda 2000 almalıdır və s. Bunlar hamısı çox ciddi təzyiq yaradacaq və nəzərə alın ki, Amerika Birləşmiş Ştatları demokratik ölkədir və gələn il Konqresə və Senata seçkilər olacaq və istər konqresmenlər, istər senatorlar məhz birinci növbədə seçicilərin maraqlarından irəli gələrək qərarlar qəbul edir və artıq onlar elan da elədilər ki, hər iki tərəf onlar senatda sənədlər, konqresdə sənədlər hazırlayırlar ki, məhz bu tətbiq olan tariflərə məhdudiyyətlər qoyulsun. Bu baxımdan mən hesab edirəm ki, Çinə tətbiq olunan bu tarif də yaxın müddətdə azaldıla bilər, dayandırıla bilər. Murad bəy, təşəkkürümüzü bildiririk. Minnətdarıq studiyamıza gəldiyiniz üçün, sağ olun, dəvətinizə görə bölüşdüyünüz üçün.